Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağan Güzəşt Etmə məktəbə yaxın bir ərazidə 4 sot torpaq sahəsi üzərində belə bir şəxsi tikilər evi çıxıb satışa. 130 kvadratlıq bir zal, 3 yataq, bir mətbəx, bir saluzeldən ibarətdir. Evin torpağı çıxarışı var, paket qupçada inşallah həyəti təqdimatlı təqdim edir və sonra keçəcək evin içərisində təqdimatla. Yalnız bayında bir taysovka qabağının fasadlanmasına ehtiyac var. Bir də ki, həyətdə şey vurulmalıdır, tabet daşlar vurulmalıdır. Yarısı qalıb. Yəni bu iki dənə işdir. Başqa inşallah, yəni belə deyək, kablolarına qədər var və yaşayışlıdır. İnşallah təqdim edəcək sizlərə və keçid edəcək evin içərisində təqdimatlı. İlk olan qiymət 88 bin manatdır. Reallıq olarsa evin olunacaq. Evin sağ hissəsini təqdim edək. Sağlıqla, rahatçılıqla evin arxası, yəni keçidi var. Təqdim edək sizlərə. Fikir verin. 3 metreye yaxın yeri qoyulub, evin arxası keçid var. Və giriş hissəsini göstər, zəhmət olmasa. Giriş hissəsini göstərək izləyicilərimizə, tam şəkildə izləsinlər. Giriş hissəsi böyüdür, rahatçılıqla maşın daxil olur həyətə. Yerdən də 5-6 daş gözlük. Bu hissəni göstər. Giriş hissəsini göstər. Daxil olan evin içərisini təqdimatı. Qabağı da açıq balkon kimi nəzərdə tutulub, bir baysovkalar olursa daha gözəl olar. Və keçək evin içərisini təqdimatla. Koridor da enli bir koridordur. İstili kombili. Hətta belə deyək, girişin özündə kombi qoyulub. Daxil olan zala, zaldan sonra 3 yataq otağı, sonra mətbəx. Saluzel stipoldan ibarətdir. Bax, bu hissəni sizlərə təqdim edək. Gözəl bir səliyyəli bir zalı var. Hətta radiator belə fikir verin, uzun bir radiator qoyulub. Zal səsi tam göstər izləyəcəyimiz izləsinlər. Bu hissəni də təqdim elə. Gəl. Gəl sonra yataq otaqları göstərək. Yataq otağı təqdim et, zəhmət olmasa. Sonra ikinci yataq otağı, uşaq otağı üçün nəzərdə tutulub. Bunu təqdim edək. Sonra üçüncü yataq otağıdır bu da. Onu sizlərə təqdim edək. Və mətbəx hissəsinə keçid edək. Mətbəxi də səliyyəli mətbəxdir. Fikir verin. Mətbəx hissəsində tam səliyyəli göstər izləyiciləri rahat bir şəkildə izləyə bilsinlər. Və keçid edirik saluzel hissəsinə. Saluzel hissəsi qeyd etmişdik. İstipoldan ibarətdir. Saluzel hissəsini təqdim edək. Və qeyd etdiyimiz kimi, dəyərli izləyicilərimiz, mərkəzdə də yaxındır, Güzəşt Etmə məktəbə də yaxındır. 4 sot torpaq sahəsi üzərində inşa edilib, evin torpağı çıxarışı var, paket qupçadır. Həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. 130 kvadratlıq bir zal, 3 yataq, bir mətbəx, bir saluzeldən ibarətdir. Kilo qiymət 88 bin manatdır. Reallıq olarsa endirim olacaq və səhifəmizi izlədiyi üçün Məşdağan Marketin əməkdaşı və rəhbərliyi sizlərdən təşəkkür edirik.